Salam, hər bir vaxtınız xeyirli olsun. Demək, belə bir samavarı, çaynıqı təmirə gətiriblər. Problem var. İndi orta nəticəni bir yerdə izləyək. Hissəsinə fikir versəz, hamısı ət bağlayıb. Bu hissənin sarılmağından ola bilər spiral yansın. Demək, spiralı yoxlayırıq. Spiral yanır. Demək, hazırlığımızı gördük. Spiralı qoymaq üçün, yəni belə bir ten qoyacaq. Burada sadə ten də var, orijinal ten də var. Orijinal klemalar da qoyacaq, istəyə dözən. Demək, belə bir orijinal spiraldan istifadə edəcəyik. Bu sadə spiraldır. Bunlar tez-tez yanır. Bunlar hamısı tərs mütənasiblə bura bərpa olundu. Yəni bildiyiniz kimi deyil. Bunlar istiyə dözəndir. Yəni sarılardan deyil. Sarılar istiyə dözmür. Termosatka keçirtdik. Sıxdıq. Spiralı bərpa eləmişik. Klemaları taxdıq. Böl hissəsini də açdıq. Bu termostat işləyir, amma dəyişirik. Burada boşluq vardı. Bunu sıxdıq qulpundan. Bu xamut iki tərəfdən çatladığına görə başqa bir xamutla əvəz elədik. Digər qulpunu da gətirdi. Burada belə bir dəlik var. Demək olar bu hissədə qırılıb. Bir şaybə atdıq. Dərmanla vurduq. Hissədən də dərmanla vurduq. Hissədən də şaybə qoyduq. Dərmanını da vurduq. Hissəsini təmizləmişik, yəni su tökdük. Demək, bu spiralın gücü 2946.4 wattdır. Hələ də qaynayır. Bu qapağa yığılan su disirlovunlu su sayılır. Onu da deyim, sizə biləsiz. Demək, termostat söndü. Yaşla keçdi. Buradakı işıq söndü, yaşla keçdi. Əlavə qaynatmaq istəsələr, bir daha qoşub bu qaydada qaynada bilərlər. Bu qədər. Çox sağ olun izlədiyinizə görə hissəsində.